Ziyarət zamanı Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətinə dair məlumatlar Leyla Əliyeva və Alena Əliyevaya təqdim edildi. Bildirildi ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qrupuna aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir. 2021-ci ildə açılışı olan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada təsviri incəsənət, duluzçuluq, musiqi, dərzilik, xalçaçılıq və digər peşələr üzrə təlimlər təşkil edilir. Daha sonra Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıkları əl işlərindən ibarət sərgi ilə tanış oldular. Hazırda mərkəz və filiallarda 280-dən çox benefisiarın xidmətlərindən yararlandığı diqqətə çatdırıldı. Heydər Əliyev Fondunun vitse-prezidenti, Idea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyevaya həmçinin mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat da verildi. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirildi. Proqram çərçivəsində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni Il Bayramına həsr olunan konsert proqramı nümayiş etdirildi. Mərkəzin təlimçi və benefisiarları musiqi nömrəsi ilə çıxış etdilər. Leyla Əliyeva və Alena Əliyeva mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirdilər.